Tamam. Üçüncü dersimiz kompüter modelleştirmesidir. Birinci bölmemizden başlayaq. Modeller ve onların təsdiqatı, informasiya modelləri. Demək, model nədir? Real obyektin proses, daha çəkək. Real obyektin prosesin və hadisənin sadələşdirilmiş təsviri məqsədi ilə süni şəkildə yaradılmış obyektdir. Modelin yaranma prosesi adlanır modelləşdirmə. Keçirik indi modelləşmənin belə deyək də əsas məqsədi nədir? Obyektlərin və proseslərin mühüm cəhətlərini, xassələrini əks etdirən modellərin yaradılmasıdır. Modeli yaradılan obyekt iki dənə adı var. Ya orijinal adlanır, yaxud da ki prototip adlanır. Yəni ümumi olaraq biz burada görə bilərik. Məsələn, yer kürəsi burada nədir? Prototipdir, çünki yer kürəsinin özüdür. Sağ tərəfdə isə qlobus isə onun modelidir. Və yaxud başqa buna deyə bilərik. Məsələn, gəminin özünə deyə bilərik prototip, maketinə deyə bilərik model. Və yaxud qız qalasının özü prototipdir. Qız qalası formasında olan kiçik oyuncaqlar və yaxud broketlər isə modeldir. Modelləşmə nə vaxt istifadə olunur? Prototip olmadıqda, məsələn, qədim şəhərlər, nəsil kəsilmiş canlılar öyrənildikdə. Məsələn, biologiyada biz əgər dinozavrlar haqqında hər hansısa bir nəsə hazırlanırsa, bu artıq olur prototip. Çünki biz dinozavrlar günümüzdə mövcud deyil. Və ya qədim Manna dövlətinin kiçik bir modeli yaratılırsa, yəni ki, stol üzərində və yaxud hər hansısa bir şəhərin gələcək planı nəzərdə tutulursa, yaradılırsa, bu artıq olur model. Çünki gələcək planı indidən göstərmək mümkün deyil. Şəhərin gələcək formasını, sadəcə onun planını göstərmək olur. İkincisi, həyati təhlükəli olduqda və yaxud çox baha olanda. Məsələn, nüvə reaktoru nəzarət edəndə, kosmonavtlar üçün yeni skafandrların sınaq aparılanda və yaxud hər hansısa bir günəş sisteminin tədqiqi olanda bunlar həm çox bahalı proseslərdir, həm də real həyati təhlükədir. Çünki biz günəş sisteminin ətrafına gedib gələ bilmərik, çünki çox istidir, həyati olaraq çox risklidir və yaxud başqa-başqa bu tipli şeylər. Növbədə gəlir orijinal, məsələn, bu da bir növdə dediyimiz kimi, orijinalı birbaşa tədqiq etmək mümkün olmadıqda, məsələn, günəş sistemi, eyni şəkildə atom, neytronlar və s. bunlar. Və yaxud orijinal obyektlərin xassələrini və xüsusiyyətlərini istehsaldan əvvəl müəyyən etmək, lazım gəldikdə struktur parametrlərini dəyişdirmək və dəqiqləşdirmək. Məsələn, yeni bir tipli avtomobil və ya təyyarə yaradılanda bu nə üçündür? Böyük xərclərin qarşısını almaq üçündür. Demək, birinci onun belə deyək, modelini yaradırlar kompüterdə və ya kağız üzərində. Onun ən son vəziyyətinə gətirib çıxartdıqdan sonra artıq avtomobili və ya təyyarəni yerinə nə olacaqsa onu yaratmağa başlayırlar. Çünki birbaşa onu yaratmağa başlasalar, əgər gözlənilən effekti verməsə, gözlənilənə qarşılamasa, çox böyük bir maddi itkilərə səbəb olacaq. İnsanın məsələn belə deyək də vəziyyəti nasıl olaraq hər bir modelin özünün öz yeri var. Məsələn, insanın burada bir neçə modeli var. Məsələn, birinci robotdur. İkincisi şəxsiyyət vəsiqəsidir. Üçüncüsü heykəldir. Dördüncüsü gəlinci və beşincisi mankenlərdir. Hərəsinin özünün öz istifadə yeri var. Hərəsinin özünün öz belə deyək də xüsusi seçkisi var. Robotlar belə deyək, insanlar əvəz edən artıq belə deyək, süni intellektlərdir. İnsan olmayan yerlərdə belə deyək, artıq insanların gördüyü işi görür. Şəxsiyyət vəsiqəsi bizim belə deyək də bizim haqqımızda olan məlumatlardır. Heykəl ədiblər haqqında adətən bu və yaxud böyük şəxsiyyətlər arasında onları məndən yaşatmaq üçün qoyulan bir abidələrdir. Gəlinci uşaqların oynaması üçündür. Bankendəki adətdə mağaza və marketlərdə ehtiyac olunur. Modellərin istifadə sahəsinə görə 5 dənə növü var. Tədris modelləri, oyun modelləri, elmi texniki modellər, təcrübə modellər və imitasiya modellər.
Tədrisi modellər biz belə deyək də, tədris modelləri bu məktəblə və yaxud dərslə əlaqəli olan modellərdir. Təlim proqramları, simulyatorlar, oyun modelləri, məsələn, iqtisadi, hərbi, işgüzar oyunlar. Bunlar, məsələn, günümüzdə ən çox yayılan PUBG oyunu olsun və yaxud futbol oyunu olsun. Bunlar artıq reallıq deyil, sadəcə həmin bir real oyunların modelidir. Elmi texniki modellər, məsələn, elektron avadanlıqların sınaqdan keçirilməsi üçün stendlər ola bilər. Təcrübə modellər obyektlərin kiçildilmiş və ya böyüdülmüş nüsxələrdə onlardan obyektə öyrənmək və gələcək xüsusiyyətlərini proqnozlaşdırmaq üçün istifadə edilir. Məsələn, təcrübə modeli nümunə ola bilər, yeni yaradılmış, yeni belə deyək də, düzəldilmiş təyyarə. İmitasiya modelləri də reallığı təqlid edir. Bir qayda olaraq təcrübədə təkrar-təkrar təkrarlanır. Zaman amillərinə görə modellər ikiyə bölünür. Statik və dinamik modellər. Statik modellər hansılarda zamandan asılı olaraq dəyişməyən modellər. Dinamik modellər isə zamandan asılı olaraq dəyişən modellər. Statik modellər deyə bilərik, məsələn, qız qalasını deyə bilərik və yaxud hər hansısa bir maddənin kristal qəfəsini deyə bilərik. Hər hansısa belə deyək, e, qlobusu deyə bilərik. Bunlar zamandan asılı olaraq dəyişmir. Amma dinamik modellər, məsələn, nümunə olaraq deyə bilərik, insanın qan təzyiqi, insanın sağlıq durumu, yəni bu gün sağlam ola bilərsən, sabah xəstə ola bilərsən. Bizim belə deyək, ürəyimizin kardioqramması, o kompüterdə göstərilən kardioqramma artıq o dinamik modeldir. Çünki zamanla hər bir saniyədən sonra oradakı göstəricilər dəyişə bilir. Və yaxud dinamik modelə başqa nə deyə bilərik? Havanın durumu, məsələn, səhər yağış yağa bilər, günorta gün çıxa bilər. Zamandan asılı olaraq dəyişirsə, bu artıq olur dinamik model. Başqa formada modellərin daha iki növ var. Maddi model və informasiya modeli. Maddi model toxunmaqla fiziki və həndəsi cəhətdən mövcuddur. Toxuna bilirik. İnformasiya modeli isə biz ora baxaraq oradan məlumat əldə edə bilirik. Fərqləri bunlardır. Məsələn, burada verib təyyarə modeli, hər hansı bir fiziki aparatdır və yaxud qız qalasının maketidir. Bunların hər biri modeldir, çünki biz maddi modeldə toxuna bilirik. Növbədə gəlir informasiya modeli. İnformasiya modeli isə 4 dənə növ var. Məsələn, sözlə təsvir. Biz burada nə edə bilərik? Məsələn, mən danışıram və yaxud hər hansısa gördüyümüz bir mənzərəni sözlə təsvir ediriksə, bu artıq sözlə təsvirdir. Çünki bizim sözlərimizdən hər hansı bir məlumat əldə olunur, informasiya əldə olunur. Cədval forması, məsələn, dərs cədvəli. Dərs cədvəli informasiya modelidir. Çünki biz dərs cədvəlinə baxarıq, biz dərsimizin nə vaxt harda olacağını müəyyən edə bilirik. Sxem və yaxud evlərin çertyojları olsun, binaların çertyoju olsun, şəkillər olsun. Bunların hər biri də informasiya modelidir. Çünki biz çertyojdur, sxemdir, şəkildir. Bunlara baxaraq biz orada məlumat əldə edə bilirik. Tez bunu işləyək. 4.1 zamana görə dinamik statikdir. İnformasiya modelinin növü deyil. Sxem var, cədvəl var, təsvirli mətn var, şəkil var, amma konstruktor deyil. Hökumətin informasiya modelinə əks etdirən sənədlərə daxildir nə? Baxaq. Hökumətin informasiya modeli deyirsə, bura artıq biz deyə bilərik Milli Məclisin tərkibi, yəni hökumətin formalaşdıran insanlar. Ən erkən qrafik informasiya modellərinə nələr aiddir? Tikinti çertyoju, yer səthinin xəritələri, qayaüstü rəsmlər, bəli, ilk olaraq ən erkən qrafik informasiyadır. Modelləşdirilməsi mümkün deyil. Baxaq görək. Obyektin ölçəsi çox kiçik və ya böyük olanda, obyektin tədqiqatı təhlükəli olanda, hazırda mövcud olmayan da var, ola bilər. Obyektin istifadəsi mümkün olmadıqda, obyektin xüsusiyyətləri naməlum olanda, təbii ki, naməlumdursa biz onun nəyi modelləşdirəcəyimizi bilmirik. Maddi model və informasiya modeli. Metropolitenin sxemi bu sxemdir, informasiya modelidir. Binanın öz maketindən söhbət gedirsə toxunmaq olar ona. Heykələ də toxunmaq olar. C. Şagirdin gündəlikdəki qiymətləri və insan. İnsan özü bu prototipdir, yəni model deyil maddi olaraq. Şagirdin gündəlikdəki qiymətlərinin belə deyək də, dərs cədvəli formasında başa düşürüksə və yaxud əgər burada indi müəllif yazarkən həmin qiymətlərə baxaraq biz
şagirdin hansısa bir məlumat əldə edə biliriksə, oxuması haqqında bu da artıq olur nə? İnformasiya modeli kimi götürə bilərik, əgər izah etdiyim formada verilibsə, yəni nəzərdə tutulubsa. Sonra burada əslində bir səhifədə olmalıdır, sadəcə o düşməyib. Sonra gəlir növbəti, biz artıq onu şifahi formada izah etməliyik. Siz də yəqin ki, qarşınızda kitab var və ya PDF varsa, oradan izləyə bilərsiniz. Cədvəl informasiya modeli gəlir. Cədvəl informasiya modelinin əsası belə deyək, xanalardır. Deməli, cədvəldə əsas nədir? Cədvəlin əsas elementi xanalardır. Və cədvəl informasiya modeli iki adətən hissədən ibarət olur. Biri obyekt, digəri isə obyekt xasse. Obyekt, obyekt, digəri isə obyekt xasse. Fərqi nədir? Obyekt olanda hər belə deyək də, sətirdə və sütunda, cədvəlin sətr və sütununda obyektlər və onlar arasındakı əlaqələr göstərilir. Obyekt xassəsi olduqda isə, məsələn, hər hansısa bir obyekt, bir də onun xassəsi verilir. Məsələn, ölkə olaraq biz deyə bilərik, tutaq ki, Azərbaycan, xassələri deyə bilərik, məsələn, dövlət quruluşu deyə bilərik, bayrağını deyə bilərik, rəngini deyə bilərik, ərazisini deyə bilərik, əhalisini deyə bilərik. Bu artıq obyektin xassələridir. Eyni şəkildə Türkiyə yenə bayrağı, gerbi, əhalisi, ərazisi və yaxud idarəetmə forması və s. Obyekt olduqda isə, məsələn, ölkələr arasındakı əlaqələr, məsələn, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, onlar yenə sütun üzrə də yazdıq bunu. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, bu artıq bunlar arasındakı məsələn məsafələri götürə bilərik. Məsələn, burada şəhərlər arasında verir Bakı. Bu obyekt olacaq. Çünki iki dənə şəhərdir, bir neçə şəhərdir və onlar arasındakı əlaqəni göstərir. Məsələn, Bakı ilə Bakı arasında məsafə 0, Bakı ilə Sumqayıt 32, Bakı ilə Şirvan 128, Bakı ilə Gəncə 299. Cədvəl informasiya məsələləri, cədvəl informasiya modeli adətən belə deyək, məsələlərin izahında cədvəl qurmaqla istifadə olunur. Məsələn, şərtin çox rahatlaşdırır. Məsələn, burada belə bir nümunə var, ona da baxmaq lazımdır. Evdə özünüz də yaxşı-yaxşı incələyərsiniz. Mən yenə də izah edeyim. Bizə deyir ki, 5 sinif yoldaş var. Kimlərdir bunlar? Aygün, sonra Salih, daha sonra Lalə, Vaqif və Musa. Eyni zamanda onlar fizika, riyaziyyat, informatika, ədəbiyyat və coğrafiya üzrə məktəblər üçün fənn olimpiadalarının qalibi olub. Məlumdur ki, informatika indi bu şərtlərdən biz tətbiq eləməklə uşaqların hansı olimpiyada qalibi olduqlarını müəyyən eləməliyik. Deməli, biz nə edirik bu tipli suallarda? Bir sütun üzrə e, adları yazırıq. Ayrıca bir dənə həmin sütunlardan ibarət cədvəl yaradırıq və orada yuxarı tərəfdən isə fənlərin adını yazırıq. Əgər hansı fikir doğrudursa, həmin xanaya plus işarəsi, hansı bir fikir yanlışdırsa, həmin xanaya minus yazmalıyıq. Və yadınızda saxlayın ki, bu tipli suallarda adətən hər bir sətir və sütun üzrə yalnız və yalnız bir plus işarəsi olmalıdır. Təbii bəzi misallar ola bilər ki, orada məsələn deyə bilər ki, fizikadan 2 nəfər qalib olub. Onda deməli fizika sütununda 2 dənə müsbət işarəsi olmalıdır. Amma yox, əgər hərəsindən 1 deyirsə, deməli hər sətir və sütun üzrə bir müsbət işarəsi olmalıdır. İndi baxaq. Deyir, informatika olimpiyadasının qalibi Aygün və Salihə kompüterdə işləməyi öyrədir. Deməli, Aygünlə Salih informatikadan anlayışları yoxdur ki, informatikanın qalibi olan Aygünlə Salihə öyrədir. Sonra deyir, Lalə və Vaqif də informatika ilə maraqlanmırlar. Artıq geriyə bir dənə Musa qaldı. Bir sətrin sütunun hamısı minus ola bilməz. Yəni, ona görə avtomatik burada Musa plusdur. Və hər sətrin sütununda bir dənə müsbət olduğuna görə avtomatik Musanın da digər variantları minus olaraq doldurulacaq. Sonra Salih həmişə fizikadan zəif olub. Deməli, Salihin fizikası biliyi çox aşağıdır.
Burada da minus. Sonra Lalə Salih və ədəbiyyat olimpiadasının qalibi cüdoçiliklə məşğul olur. Deməli, Lalə ilə Salihin özü ədəbiyyat olimpiyadasının qalibi olmayıb ki, o qalib olandan bir yerdə üzgüçülüklə məşğul olurlar. O zaman Laləyə də, Salihə də ədəbiyyata minus. Sonra Salih və Lalə Riyaziyyat Olimpiadasının qalibini təbrik etdilər. Deməli, Salihlə Lalə riyaziyyatın qalibi olmayıblar. Onda hər sətr və sütun üzrə bir plus olacağına görə Salihin sütunun qarşısı boş, biri qaldı. Deməli, avtomatik Salih coğrafiyanın qalibi olub. O zaman eyni şəkildə bu şərtlərdə biz minusları tamamlasaq, o zaman Lalədə də 4 dənə minus oldu, bir dənə xana qaldı. O zaman Lalə fizikadan qalib olub. O zaman biz sütunları da minuslarla doldursaq, yəni hər sütunda bir dənə plus olmaq şərti ilə, A gündə bir dənə variant qalır və yaxud Vaqif, Acunla Vaqif qalıb. İndi baxaq, Acun ədəbiyyat dərslərinə yaxşı hazırlaşmır. Deməli, Acun ədəbiyyatı sevmir, onu oxumur. Onda Acun riyaziyyat oxumuş olur. Avtomatik Vaqifədən riyaziyyata minus düşərkən bir dənə xana qalır Vaqifdə, o da olur plus. Deməli, Aygün riyaziyyat, Salih coğrafiya, Lalə fizika, Vaqif ədəbiyyat və Musa informatika fənnindən olimpiada qalibi olmuşlar. Bu tipli suallar bu formada həll olunacaqdır. İndi baxaq, keçək. Burada həmin hissəni burada artıq verib. İnformasiyanın əsas ölçü vahidi cədvəldir. Cədvəl də sətirdən, sütundan, başlıq sətrindən ibarət olur. Əsas elementi isə dediyimiz kimi xanadır. İndi baxaq görək. Obyekt xassələr tipli cədvəldə nəyə göstərmək məqsədə uyğundur? Baxaq, fənlər üzrə şagirdlərin qiymətlərini, kitablar haqqında məlumatı, şəhərlər arası məsafəni, obyekt xassədir. Deməli, obyekt bunun xassəsi arasında. Futbol komandaları arasında hesab, bu obyekt. Şəhərlər arası məsafə obyekt. Vurma cədvəli obyekt olacaq. Kitablar haqqında məlumat və şagird üzrə, fənlər üzrə şagirdlərin qiymətlərini. Bu da obyekt olacaq. Çünki məsələn ilahə, riyaziyyat 5, ilahə, yəni fizika 3. Amma kitablar haqqında məlumat bu kitabın xassələrini bildirir. Cədvəl informasiya modelinin əsas elementləri hansılardır? Sətr, sütun, xanadan ibarətdir. İndi baxaq. Ən azın ən qısa yol məsələlərinə baxaq. Bu tipli suallarda cədvəllə həll olunur. Üçüncü sual. Uzunluğu cədvəldə göstərilən ABCDEF yaşayış məntəqələri arasında yollar çəkilib. Xanada qiymətin olması yolun olmaması deməkdir. B ilə Y nöqtələri arasındakı ən qısa məsafəni tapaq. Baxaq B ilə Y arasında. Biz onda bu tipli suallar necə həll eləməliyik? Verilən ifadələri bir belə deyək, göstərməliyik vizual olaraq. Yəni bura biz A nöqtəsi desək, bura B, C, D, Y və F. Bütün nöqtələri qeyd edirik. Sonra A ilə B arasında məsafə 13, A ilə C arasında 10, A ilə Y arasında 5. Sonra keçirim B-yə. B ilə A arasında 13 onsuzda. B ilə C arasında 2, B ilə F arasında 8, C ilə D arasında 6, D ilə Y arasında 4 və D ilə F arasında da 14. Sonra Y ilə də F arasında 1 yol var. Yəni uzunluğunu bildirir. Bizə deyək, şimdi B ilə Y arasındakı ən qısa. B buradadır, Y buradadır. İndi biz B-dən Y-yə ən qısa necə gedə bilərik? Aha, bunu. Biz B-dən, yəni görürük burada. Mən B-dən F-ə gedərəm 8, F-dən Y-yə gedərəm 9. Birbaşa B, F, Y. 8, bu da 1. 9. Başqa mövcuddur. İndi ona baxaq. Məsələn, B-dən biz gedə bilərik C-yə, C-dən D-yə, D-dən də Y-yə. O zaman olacaq 2, 6, 4. Bu ilə də 12. Deməli 12 doğru deyil hələ. Başqa nə ola bilər?
Görək biz B-dən Y-yə necə gedə bilərik? Biz B-dən A-ya getsək 13 alırıq ən azından. Demək bu doğru deyil. Sonra necə elə bilərik? Başqa bunun ən qısa yolu yoxdur. Yəni bu tipli sualları biz ancaq bu formada həll edəcəyik. Olacaq D. Sonra belə bir suallar var. 5 litrlik banka və 9 litrlik vedrə ilə çaydan 3 litr su çəkmək üçün ən az neçə saniyə vaxt tələb olunur? Hər bir doldurma və boşaltma 3 saniyə vaxt aparacaq. İndi baxaq görək. 5 litrlik banka və 9 litrlik vedrədən biz 3 litr su düzəltməliyik. Tutaq ki, biz bir bankamız var, bir vedrəmiz var. Biri 5 litrdir, biri 9 litrdir. Ne edirik görək? Biz buradan, yəni 3 litr əldə eləmək üçün 5 litrlik qabdan 9 litrlik bir dəfə dolduraraq. Yəni bir dəfəsi bir dənə 5 litrlik. Sonra burada artıq oldu 5 litr əlavə elədim. Sonra bir dənə də 5 litrlik götürərəm. 5 litrin 4 litrin əlavə eləyərəm. 9 vedrəyə. Vedrədə olur 9 litr. Sonra 9 litri dağıdaram. 9 litr dağıdandan sonra bizim axı vedrəmizdən 1 litrimiz qalmışdı. Biz o 1 litri də əlavə eləyərik hara? Vedrəyə. O zaman vedrədə olacaq 1 litr. Sonra 1 litri yenə 5 litr götürərik. Əlavə eləyərik vedrəyə. Onlar 6 litr. Sonra bir dənə də 5 litrlik götürərəm. Onun 3 litrin əlavə eləyərəm. Belə deyək. Vedrəyə. Vedrədə olar 9 litr. Sonra o 9 litri dağıdaram. Bizim vedrədə 2 litrimiz qalıb. Sonra o 2 litri də əlavə eləyərəm vedrəyə. Daha sonra nə edərəm? Yenə 5 litr götürərəm. Əlavə eləyərəm vedrəmizə. O zaman bizim vedrəmizdə olar 7 litr. Daha sonra bir dəfə də 5 litr götürərəm. O 2 litrin əlavə eləyərəm vedrəyə. Vedrədə olar 9 litr. Bizim qabımızda qalar 3 litr. Beləcə bu işimiz burada tamamlanır. İndi biz neçə addım yerinə yetirdik? Bir dəfə əlavə elədik, 2 dəfə əlavə elədik, dağıtdıq 3, əlavə elədik 4, 5, 6, dağıtdıq 7, 8, 9, 10. 10 dəfə biz bu işi gördük. 10 dəfə üçün bizim 3 saniyə vaxtımız getdi. Hərəsi üçün 30 saniyə. Biz bu formada əldə elədik. Amma başqa görək necə əldə eləmək olar? 30-dan daha qısa. Biz nə edərik? Götürərik burada. Məsələn, vedrə ilə götürüb ölçsək. Məsələn, vedrə ilə götürürük 9 litr götürdük. Onun 5 litri vedrəyə doldurduq bankaya. Bankanı sonra nə edirik? 5 litrin dağıdarıq. Bizim vedrəmizdə qalar 4 litr. Sonra o 4 litri də yenə əlavə eləyərəm bankaya. Əlavə eləyəndən sonra bizim bankamıza bir dəfə 1 litrlik yəni yerimiz satmayacaq. Ona görə 9 litrlik yenə götürərəm. 9 litrliyi götürüb 1 litrini əlavə eləyərəm bankaya. Yəni 1 litr əlavə eləyərəm. O zaman olar bir dəqiqə 9 litri götürdük. 1 litrini əlavə elədik bizim bankamıza. Bankada oldu 5 litr. Sonra o mən 5 litri dağıdaram. 5 litri dağıdandan sonra bizim bankada qalan nə qədər qaldı?
9 litrdən 8 litr qalmışdı. O 8 litrliyi də 5 litrin bankaya əlavə eləsəm, elə 3 litri bizim qabda qalacaq. Neçə addım oldu? 1, 2, 3, 4, 5, 6. 6 addıma bu işi tamamladıq. Dəqiqə bir dənə baxaq. 9 litrini götürdük. Bir doldurma boşaltma və boşaltma 3 saniyədir. Biz 9 litr götürməyə saymayaq da. Onsuz bu götürməyə vaxt ayırmır. 9 litrimiz var. O 9 litrdən 5 litrlik bir dənə qab doldurduq. 5 litrlik. Qaldı 4 litrimiz. O 5 litri doldurandan sonra onu dağıtdıq. Sonra o 4 litri boşaltdıq vedrəyə. Qaba. 3 atdım. Sonra mənim 1 litrim çatmır. Yenə 9 litri doldururam. 1 litrin bura tökdük. Qab oldu 5 litr. Sonra onu dağıtdıq. Sonra bizim qabımızda qalan 5 litri də əlavə elədik. Bizə neçə addım oldu? Dən baxaq yenə. 1. Burada bir doldurma deyəndə biz e, çaydan doldurulanları götürmür. Bu biraz qaranlıq məqamda. Deməli 5 litr. O zaman belə çıxır ki, bir çaydan doldurmanı nəzərə almasaq, yəni çaydan doldurmanı nəzərə almasaq, 5 litr buradadır. İkinci addım buradadır. 3, 4, 5 addım alınır. Baxaq. Deməli, sadəcə bu məsələlər biraz tam aydın olmur. İki şərtdə nə deyir? Biz bunu belə rəqəmlə yazmış olsaq qıraqdan, belə yazaq. Məsələn, tutaq ki, e, çaydan doldurmanı nəzərə alsam, 9 litr doldururam, e, 9 litrini doldururam, 5 litrini dağıtdım. Yəni başqa qaba tökdüm, 15 litri dağıtdım. Sonra qaldı 4 litrim. O 4 litri əlavə elədim qaba. Sonra 9 litr götürdüm yenə. Onun 1 litrini əlavə elədim qaba. 5 litri dağıtdım. Burada 4 litr yazaq. 1 litr də əlavə elədik. 9 litr, 5 litri dağıtdıq. 9 litrdən də sonra yenə bir dənə 9-luq götürdük. Ya 9-luq qalmır, yox da 8-lik qalmışdı. 8-dən də 5-ini götürsək, yəni 5 litri doldursaq. O zaman bizə neçə addım olur? 1, 2, 3, 4, 5, 6 addım alınır. 6 addım alınır, hə. Biz burada da 3 dəfə də 9 litrdə çaydan doldururuq. Ona görə 9 addım alınır. 9 addımda o zaman 27 saniyə edir bu formada. Sonra keçək 5-ci suala. Görək 5-ci sualda nə deyir? Buna aid sual yuxarıda var idi, görək onu necə qəbul ediblər. Məsələn, burada verib 3 litrdən 5 litrliyə 3003, 33, 15, 1001. Hə. Burada belə çıxır ki, onda hər addım. Məsələn, hə, birinci addım mən götürəndə və hakim misala qayıtsaq. Mənim 9 litrim var, bunun 0 litri var. Sonra mən 9 litrin 5-ini əlavə edirəm 4, bunda olur 5. Sonra mən nə edirəm? 4 qalır, bunu dağıdıram. Sonra 4'ü tökürəm bu qaba. Sonra 9 litr götürürəm. Sonra 9 litrin 1 litrini dağıdıram buna. 5. Sonra bu 5 litri dağıdıram. 0. Sonra bu 5 litri də köçürdürəm bura. Hə. 8 addım alınır, eləmir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8, hə, 8 addım alınır. Orada yəqin ki, nəyəsə hansı addımı artıq götürmüşdük. 24.
O zaman alınacaq burada 24 saniye. İndi baxaq 5-ci. Yuxarı sinifdə 3 müəllim dərs aparır. Vəliyev, hara getdi? Hə. Vəliyev, Səlimov, Kazımzadə. Onların hər biri 2 fənni tədris edir. Ona görə də onların cədvəlində cəmi 6 fənn var. Riyaziyyat, fizika, kimya, tarix, ədəbiyyat və ingilis dili. Kazımzadə bunların ən gəncidir. Hı -hı. Buraları təmizləyək. Demək bizim 3 dənə müəllimimiz olacaq. Belə bir cədvəl quraq. Kimlərdir? Vəliyev, Səlimov və Kazımzadə. Hansı fənlərimiz var? İndi onlara baxaq. 6 dənə riyaziyyat, fizika, kimya, sonra tarix, ədəbiyyat və ingilis dili. Deyir ki, Kazımzadə ən gəncdir. Kimya müəllimi tarix müəllimindən yaşlıdır. Deməli, kimya müəllimi, bir dəqiqə, Kazımzadə müəllimlərin ən gəncidir və kimya müəllimi gənc deyil. Ən azı tarix müəllimindən yaşlıdır. Deməli, Kazımzadə kimya müəllimi deyil. Hər üç, hər üçü kimya, fizika və Səlimov idmanla məşğul olur. Deməli, Səlimov nə kimya müəllimidir, nə fizika müəllimidir. Səlimov nə fizika müəllimidir, nə kimya müəllimidir. Onda belə çıxır ki, Vəliyev kimya müəllimiymiş. İndi hamısını minus qoymuruq. Çünki bizə deyir ki, hər biri 2 fənni tədris edir. Deməli, hər adam qabağında 2 dənə plus olmalıdır. Ədəbiyyat və ingilis müəllimi arasında mübahisə yanında Kazımzadə də mübahisədə iştirak edir. Deməli, Kazımzadə də nə ədəbiyyat müəllimidir, nə ingilis dili müəllimidir. Ki, onlarla mübahisə edir. Səlimov nə ingilis dilini, nə də riyaziyyat öyrədir. Səlimov nə ingilis dili müəllimidir, nə də riyaziyyat. Onda Səlimova 2 dənə ancaq plus qalır. Ya buradır, ya da buradır. Ancaq ikisi ola bilər. Başqa variant mümkün deyil. Ondan sonra Vəliyevin hansı fənləri tədris etdiyinə baxaq. Onda bura plusdursa, tarix müəllimi 1 dənə olmalıdır. Ona görə burada minusdur, burada minusdur. Avtomatik burada minusdur. Və Kazımovada 2 dənə xana qaldı. Onda bunlar plusdur. Avtomatik bunlar da minusdur. Onda burada qalır plus. Onda hər müəllimin 2 dənə plus oldu. Vəliyev onda qalır kimya, ingilis dili. Ona görə Y variantı burada. Belə bir sualın izahı. Sonra bu da cədvəl obyekt. Ona aid tapşırıqdır. Buna aid yuxarıda baxdıq. Keçək növbəti informasiya modeli, qraf informasiya modelinə. Deməli, qraf informasiya modeli qraflardan ibarətdir, təpə nöqtələrindən ibarətdir və təpə nöqtələri birlikdə tövlüddə adlanır qraf. Deməli, qraf informasiya modelində nələr var? Onlar haqqında danışaq. Təpə nöqtələri var. Deməli, qrafı təşkil edən obyektlər təpələr adlanır. Əgər o təpələr arasında bir dənə yol varsa, yəni təpələri birləşdirən düz xətt adlanır til. Bu tillər. Və hər bir til, belə deyək, hər hansısa bir til özündən özünə gedirsə, belə til adlanır ilgək. Və heç biri ilə əlaqəsi olmayan təpə yalqız təpə adlanır. Yalqız təpə burada F-dir. Bir dənə diqqətlə baxsaq. Digərlərindən isə belə deyək, yalqız deyil. Ən azı bir dənə əlaqəsi var. Sonra ilgək nədir? Özündən özünə. Məsələn, S burada ilgəkdir. Orasında olan xəttlərin hər bir xətt tildir. Sonra gəlir yol nədir bəs? Yol tillərin ardıcıllığı. Məsələn, A, B, D. Bu ABD yoldur. ABD.
Amma real həyatda hər biri tildir. Və yaxud sonra gəlir qapalı yol nədir? Dövrə adlanır. Əgər bir hərf bir yolda təkrarlanırsa, orada qapalı dövrə alınır. Məsələn, A, B, D, A. Həqiqətən A, B, D, A. Qapalı yol, yəni hər hansı bir üç bucaq, dörd bucaq, beş bucaq kimi bir fiqurun alınmasıdır. Belə bir nümunədə biz artıq onu göstərdik. Bir də var göz. Göz nədir? Əgər qrafda təpələri birləşdirən xətlərin istiqaməti varsa, belə xətlərə göğüslər deyilir. Məsələn, də burada gördüm şəkil 2-də. Bu qan qrupları arasında bir-birinə əlaqə olduğuna görə bunlar adlanır göğüs. Əgər bütün tilləri, bütün xətləri göğüsdürsə, bu adlanır diqraf və yaxud yönəldilmiş qraf. Məsələn, bu qan qrupunu göstərən yönəldilmiş qrafdır. Və eyni zamanda burada qapalı yol var. Məsələn, 1, 2, 4, 1. Sonra ilgək var dediyimizdə 3. Yol var. 1, 2, 4. Məsələn, yoldur. Ondan sonra qapalı yol dedik, dövrən dedik. Bir dənə burada yalqız təpə yoxdur. Qalan dediklərimizin hər biri var. Çəkili qraf nədir? Əgər qrafın üzərində onun rəqəmini bildirirsə, çəkisi o bu qrafın çəkisi adlanır. Məsələn, trend çəkisi adlanır. Ucarla Kürdəmir arasındakı bir yolları təpə kimi adlandırsaq, bu artıq olacaq 54 onun təpəsi, çəkisi. 191 olur Kürdəmirlə Bakı tilinin çəkisi. Burada məsələn qapalı dövrə kimi Şamaxı, Kürdəmir, Bakı Şamaxını göstərə bilərik. Qonşuluq matrisi və qonşuluq siyahısı nədir? Qonşuluq siyahısı odur ki, hər bir təpə hansı təpə ilə əlaqələnirsə, həmin hissələri biz qonşu kimi qeyd edirik bir cədvəldə. Məsələn, A ilə BD, B ilə ACD, C ilə BCD bu formada. Qonşuluq matrisi nədir? Bir dənə cədvəl düzəldirik və həmin cədvəlin sətir və süturlarında təpələrin adlarını qeyd edirik. Əgər hansı təpə ilə hansı təpə arasında yol varsa, həmin xanaya 1, yol yoxdursa, həmin xanaya 0 yazırıq. Məsələn, bu yuxarıda verilmiş hansısa və yaxud aşağıda da ola bilər, birdən baxaq. Cədvəlin, belə deyək, qrafın, məsələn, yuxarıda burada verilmişdi hardasa, de burada. Onun, belə deyək, burada verilmiş qrafın qonşuluq matrisidir. Burada verilən şəkil. İndi baxaq. Gəlir, məsələn, bəzən olur ki, bizə qrafik verir, həmin qrafdan neçə dənə tilin olduğunu tap deyir. Tilin olduğunu tap deyəndə əgər, diqqətlə qulaq asın, əgər diagonal sıfıra bərabərdirsə, yəni diagonalın hamısı sıfıra bərabərdirsə, o zaman nə edirik? Və adi, məsələn, burada 1 var. Bu diagonalın üzərindədir. Və istiqamətsiz, yəni adi qrafdırsa, yönəldilməyən də ola bilər. Onun diagonalın bir tərəfdə olan birlərin sayı qədər tilləri var. Yəni burada neçə dənə til var? 1, 2, 3, 4, 5, 5 dənə. Diagonalın altında da 1, 2, 3, 4, 5 dənə olacaq. Adi qraf həmişə simmetrik olur. Simmetrik. Deməli, nə edirik? Diagonalın bir tərəfdə olan birlərin sayını toplayırıq. 5 dənə. Əgər diagonalın üzərində 1 varsa, onların da özünü toplayırıq. Məsələn, burada var deyə birində buradan gəlir. Deməli, toplam bu qrafda 6 dənə til var. Bu ancaq adi bir qrafa aid. Yəni, bu tipli suallarda seçmə ehtiyac yoxdur. Sonra gəldi belə bir ən çox demin istifadə sual tipidir. Şəkillərdə müxtəlif yolların sayını tapın deyir. Bu tipli suallarda necə olacaq? Əgər başdan deyirəm, əgər məsələn deyir A-dan H-a neçə müxtəlif yolla getmək olar? Bu tipli suallarda biz hər çıxan oxa biz 1 yazacağıq. Yəni A-dan B-yə yol gedirsə 1 deməkdir. A-dan C-yə gedirsə 1 deməkdir. A-dan D-yə gedirsə 1, A-dan Y-yə gedirsə 1. Bunu yazandan sonra artıq hər bir təpəyə daxil olan qədər çıxanlara yazırıq. Məsələn, B-yə biri daxil olub deyə B-dən biri də xaric olacaq. Amma C-yə
C-yə ikisi daxil olub. Bir bir. O zaman C-dən ikisi xaric olacaq. Y-yə biri daxil olub deyə Y-dən biri xaric olacaq. D-yə ikisi daxil olub deyə D-dən ikisi xaric olacaq. C-yə biri daxil olub deyə bir. İndi baxırıq F-ə. F-ə isə biri buradan gəlir, ikisi buradan gəlir. Toplam 3-ü daxil olub. O zaman H-a neçəsi daxil olub? 3, 2, ən sonda olanları toplayırıq. 2, 1. Bu da toplanır 4, o da 4. 8 dənə deməli yekunda yol var. Sonra baxaq. Məsələn, belə bir sual. Bir tillərin sayını tapın. O zaman nə edirik? Diagonalın bir tərəfində olanların sayı qədər. 1, 2, 3, 4. Deməli, 4 dənə til olmuş olacaq. Qonşuluq siyasətinin əsasən qrafiyə müəyyən edin deyir. Burada da çox rahatdır. Mənə zəng gəlir. Aha, burada qonşuluq matrisinə əsasən deyir. Cədvəli, məsələn, A-nın C ilə və D ilə əlaqəsi var. O zaman biz gəlirik A-nın və C-nin D ilə olan yoluna baxırıq. Bu hansı qrafdır ki, A ancaq və ancaq C və D ilə əlaqələnib. Baxıb görür ki, A hələ ki uyğun gəlir. D səhvdir çünki B ilə əlaqələnib. Baxıb görürəm, burada da B ilə əlaqələnib, burada da B ilə. Qaldı 3 variant. B ancaq C ilə əlaqələnib. Bəli, doğrudur hələ ki. C hər üçü ilə əlaqələnib. A ilə B ilə, amma burada D ilə əlaqə yoxdur. Ona görə A səhv deyil. Qalır B variantı. İndi verilmiş çəki matrisindəki ədədlər qonşu məntəqə arasındakı məsafəni bildirir. Nəyin uzunluğunu tapın deyir. Burada A, B, C, Y. Baxaq, A ilə B arasında yolumuz nə qədərdir? 30. B ilə C arası nə qədərdir? B 15. C ilə də Y arasında 5. Bu da olur 30 plus 15 plus 5. Bölür 50. Olur Y. Verilmiş qrafda deyir neçə dövrə var. Dövrə yəni 3 bucaq və 4 bucaqların, belə deyək, 5 bucaqların sayı. Burada bizim birinci dövrəmiz var. Hansıdır? Hı -hı. Burada hansı var? Ora getdi. Aha. Deməli var. A, B, D. A. Bir dənəsi bu. Sonra D, Y, F, D. Belə bir fiqur var. Daha sonra hansı fiqur var? A, C, Y, F, D, A. Belə bir 4 bucaqlı, 5 bucaqlı fiqur var. Biri bu idi, biri budur, biri də ümumi bir fiqur. 3 dənə o zaman olur. Dördüncüsü varmı görək? Ola bilər bəlkə gözümüzdən qaçıb. Biri budur, digəri budur, 3 bucaqdır, digəri də A, C, Y, F, D. Bəli, doğrudur. 5-ci sual A şəhərindən E şəhərinə neçə müxtəlif yolla getmək olar? Bu da bayaqki sual tipindən eynisidir. Gəlir yolda yazaq. Yolları necə yazırdıq bunu? Üzərinə birlər yazıb. Demək, bura 1. Bəlkə başqa rənglə yazaq ki, yaxşı görünsün. Bura 1. Bunların hər biri 1. Sonra C-yə biri daxil olub deyə biri də xaric olur. B-yə biri daxil olub deyə biri xaric olur. Y-yə baxıram. Yəni mən buradan xətt çıxanı bilmirəm. Çünki daxil olanları yazmalıyım. Y-yə ikisi daxil olduğuna görə ikisi xaric olacaq. D-yə 2, 1, 1. 4 daxil olub, 4-ü xaric olacaq.
F-ə biri daxil olub deyə biri xarici olur. H-a da biri xarici olur. C-yə neçəsi daxil olub? 1, 1, 4, 2, 1, 1. Saysaq 1, 2, 4, 8. Bu da 2, 10. O zaman C'ye 10'u daxil olub. O zaman C'dən 10'u xarici olacaq. 10, bu da 1, 1. 10 ikisi xarici olacaq. Burada 12, burada 12, burada 12. Toplam onda neçəsi daxil oldu? Enə 24. Bu da asan sualdır, bunu artıq yazarsınız. Sonra gəlir ağac informasiya modeli. Ağac informasiya modeli nədir? Ona baxaq. Ağac informasiya modeli iyerarxik bir quruluşdur. Belə deyə, valideyn-övlad münasibəti kimi, quruluşu kimi. Ağacvari və yaxud iyerarxik model eyni demək, sinonim deməkdir. Ağacvarda əsas nə var? Kök var. Ən birinci element kökdür, ən birinci. Ən sonuncular yarpaqlardır. Bunların hər biri yarpaqdır. Və bunlar, bu xətlər, hər biri, nöqtələrin hər biri içəridə qalanlar təpələrdir. Hər bir xətlər tək-tək ayrı-ayrılıqda tildir. Amma tillərin ardıcılığı bayaqki kimi yoldur. Yol nədir? Məsələn, burada bir dənə F təpəsi varsa, mən kökdən F təpəsinə gedə biləcəyim yoldur. Və ağacvari yolda ixtiyari iki təpə arasında bir yol var həmişə. Bir yol var. Bu bir dəyişə bilməz. Yəni bu şərt daxilində. Sonra belə başqa burada qeyri-adi bir şey yoxdur. İndi baxaq, yuxarıda nümunə var. Deyir hansı qraf, ağac, hansı qraf ağac hesab etmək olar? Ağac olması üçün bir-birlərinin əlaqəsi olmamalıdır. Məsələn, yəni burada qarışıq əlaqə var. Burada qarışıq əlaqə var. Buradan bir şəbəkə var, əlaqə. Burada da qarışıq əlaqə var. Amma şəbəkə ağacları budur. Ancaq bir əlaqə olur. Başqa əlaqə olmur. Sonradır Vəliyev HA və Vəliyev AR arasında qohumluğu tapın. Vəliyev HA hardadır? Vəliyev HA buradadır. Vəliyev AR. Vəliyev AR də buradadır. Baxırıq, Vəliyev HA-nın Vəliyev AM, onda belə çıxır ki, bu bunun atasıdır. Vəliyev MA, onda belə çıxır ki, babasıdır. Bu da bunun ulu babasıdır. O zaman belə çıxır ki, Vəliyev AR, Vəliyev HA-nın ulu babası, Vəliyev və yaxud Vəliyev HA, Vəliyev AR-in nəticəsidir. Tərsinə gedərsə, oğul, nəvə, nəticə. Hə, riyazi ifadəni tapın. Demək, burada birinci çıxmadı. Bu olur A çıx B. Sonra burada bunlar bölünür. Olur A çıx B böl C. Sonra vur D. Burada gələndə vurma olacaq. Sonra üstə gəl olacaq. İndi bu bir ifadə. Y çıx F böl G. Üstə gəlinsin bu ifadə. O zaman olur B variantı. 5 təpəsi olan bir ağacın neçə tili var? Baxaq görək. Məsələn, 5 təpəsi varsa, məsələn, bu formada getsək, 4 dənə tili olmuş olur. Başqa formada getsə, ikisinə gedər. Bundan da yenə ikisinə gedər. İstənilən halda n çıx 1 sayda təpəsi olmuş olur. Onda 5 çıx 1. Bu da olur. Daha doğrusu til olur. Olur D. 1 və 2 rəqəmlərindən ibarət neçə üst rəqəmlərdə var? Ağac modelini istifadə edin. Baxaq, necə düzəldə bilər? Əgər 1 ilə başlayırsa, 3 rəqəmli deyir. O zaman 1 də ola bilər, 2 də ola bilər. Bu da 1 də ola bilər, 2 ola bilər. Bu da 1 ola bilər, 2 ola bilər. Həqiqətən 111, 112, 121, 122. 4 dənəsi burada var. Sonra 2 ilə başlasa,
Ola bilər 1 ilə davam eləsin 2 ilə, yenə 1 ilə, 2 ilə, 1 ilə, 2 ilə. Həqiqətən 211, 212, 221, 222, 4 dənəsi də burada var. Toplam 8 dənə. C. Silək buranın üzərində yazmışıq. Burada nə deyir? Uyğunluğa baxaq. Deyir ki, neçə təpə və kök var. Deyir tillərin sayı 5-dir. Yarpaqların sayı 3-dür. Baxaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Yox, 7 til, 3 yarpaq. 3-ə gedir A. 1, 2, 3, 4, 5, 6. Bu ödəmir heç birin. 1, 2, 3, 4, 5. 5 til ən sonuncu yarpaq. Bir dənə də yarpaq var. Ona görə C gəlir. 1, 2, 3, 5 dənə til, 2 dənə yarpaq var. 3 dənə yarpaq var. Ona görə D bura gəlir. 5 dənə til və 3 dənə yarpaq var. Ona görə Y də gələcək bura. Sonra gəlir kompüter modelləşdirməsi. Hər hansı informasiyanın, hər hansı bir proqramın kompüterdə yazılmasıdır. Və bunun da 5 dənə söz mərhələsi var. Bunu elə mən şifahi şəkildə izah edəcəm. Təsvir informasiya modelinin hazırlanması ilkin olaraq bizə verilən hər hansısa proqramın yazılması onun belə deyək, qısacası təsviridir kağız üzərində. Formal modelin hazırlanması bunun belə deyək də kağız üzərində həllidir. Artıq təsvir başqa şeydir. Təsvir yanıq cızma qaradır belə deyək. Formal model isə artıq bunun həllidir. Məsələn, biz hər hansı bir məsələnin tənliyin yaş məsələsinin belə deyək, kağız üzərində cızma qara edirsə bu təsviridir. Artıq kağız üzərində onu həll edirsə bu artıq tənlik qurmaqla həll edirsə formal modeldir. Kompüter modelinin qurulması o deməkdir ki, biz həmin o kağız üzərində olan həllin özün kompüterin dilində kompüterə yazırıq. Kompüterin eksperimenti o deməkdir ki, biz yazdığımız proqramı çalışdırırıq, doğrudursa nə gözəl. Yəni işlədir, çalışmırsa səhvlərimizi aradan qaldırırıq. Nəticələrin təhlili odur ki, əgər bizim kompüterin və yaxud bizim yazdığımız proqramın daha da genişləndirməyə, daha sadə formaya yazmaq lazımdırsa, başa düşülən eləmək lazımdırsa, təhlildən sonra dəyişiklikləri, müvafiq dəyişiklikləri yerinə yetiririk. Sonra modellərin iki cür başqa növ var. Formal informasiya modeli, riyazi modellər. Riyazi modellər belə deyək də, hər hansı informasiyanın kağız üzərində qeyd olunmasıdır. Və ya daha doğrusu riyazi ifadələrlə, riyazi düsturlarla yazılmasıdır. Sonra bir də vardı formal dillər və təbii dillər. Təbii dillər öz danışdığımız dillərdir. İngiliscə, rusca, Azərbaycan dili. Amma formal dillər odur ki, öz xüsusi belə deyək, semantikası, öz sintaksisi olan dillərdir. Məsələn, Python dili deyə bilərik və yaxud riyazi deyil, kimyada olan məsələlərin, reaksiyaların yazılma forması, terminlər, fizika və yaxud Azərbaycan dilində onda sintaktik təhlilin forması bu artıq hər hansısa bir bölməyə aiddirsə, özünə xasdırsa, bu olur formal dil. Eyni şəkildə proqramlaşdırmada da Python və yaxud C++, Java və s. və s. Dillər nümunə göstərmə olar. Bir də var adekvatlıq. Adekvatlıq nədir? Uyğunluq. Yəni adekvatlıq modelləşdirmənin əsas xassəsidir. Bizə deyirlər adekvatlıq nəyin xassəsidir? Algoritmin qarşıdırırlar. Xeyr. Adekvatlıq modelləşdirmənin xassəsidir. Yəni adekvatlıq uyğunluq deməkdir. Yəni bizim qurduğumuz model reallığa nə qədər uyğundur? Uyğunluq. Buradaylar da rahat suallardır. Baxaq görək nə var. Ardıcıllıqla düzün deyir. Deməli, birinci nə olmalıdır? Təsvir olmalıdır. 3. Löçlə başlayan bir variantdadır. Sonra formal model, kompüter modeli, eksperiment, nəticənin təhlili. Formal modelə aid deyil deyir. Cədvəl, qrafik, məsələnin təbii dildə təsviri, riyazi, düstur və yaxud həndəsi, fiqurun həcminin tapılmasının qaydası. Hə, biz buna nə deyə bilərik? Burada elə formal model aid deyil deyir. Məsələn, təbii dildə təsviri. Çünki
Təsvir biz demişik ki, təbii dildə olanlar hansılardır? Bizim təbii modellərdir. Yəni dil modelləri, təbii dillərə aiddir. Formal modellər isə digərlərinin hər biridir. Üçüncü son şərt əslində burada düşməyib. Görək nə deyir orada. Formal modelin qurulmasının düşməyib deyə mən artıq onu deyə bilməyəcəm. Dördüncüyə baxsaq, şəkildə verilənlər hansı modelə aiddir? Təsviri model, formal model, cədvəl. Təbii ki, bu daha çox hansı modelə oxşuyur? Qraf modeli deyil, kompüter modeli deyil, təsviri model deyil, formal modelə uyğun gəlir. Çünki hər bir dilin belə deyə özünə xas qaydası vermişdir. Ona görə burada da olacaq B variantı. Beşinciyə baxsaq, hansı ifadə doğru deyil? Formal model kompüter proqramında hazırlanır. Hı -hı. Formal model riyazi düsturlar təqdim edilə bilər. Cədvəl informasiyalarında formal model üçün istifadə etmələr doğrudur. Qraf informasiya modelində e, obyektlər arası əlaqələr əks etdirir. Bəli. Təsviri modeli obyektin əhəmiyyətli parametrlər göstərilir. Təsvirdə belə əhəmiyyətli parametrlər doğru. Ha, burada doğru deyil deyir. Kompüter proqramı, formal model kompüter proqramında hazırlanmır axı. Məsələn, bunlar kompüter proqramda hazırlanmayıb. Altıncı sual. Formal model və təsviri modeli deyir, deyin. Baxaq. Birinciyə gedir buradan. Formal model. Formal model nədir? Çəkmək rəsm formasında olan D ilə Y formal model. Yəni öz dilləri olan, məsələn, bu belə deyək də, hər hansısa bir fiqurun açılışı və yaxud təsviri formasıdır. Yəni quruluş sxemidir, öz dilində yazılıb. Bu hər hansı bir əşyanın bucaq altına atılmasının qrafikidir. Bu da fizikaya aidli termindir. İkincisinə qaldı. İkincisinə təsviri model. Təsviri modelə burada artıq bir A variantı sözlə təsvir edir. Bir də C variantı da onun şəklidir. B variantı səhvdir. Niyə? Çünki bu orijinal kimi. Yəni düzü biz burada şəkil görürük. Amma burada əslində qoyulan saydanın belə deyək özüdür. Bu da 6-cı bölmənin 6-cı nə idi? Modelləşdirmə bölməsinin izahı. Növbəti dərslərdə görüşənədək.